yerdən başlayaraq söz morfoloji təhlilini verməyə çalışacağım. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim Allahın adıyla başlayıram. Mə nənsəx min əyətin əv nunsihə nə'ti bi xayrin minhə əv mislihə. İndi bura qədər mənalarını verək. Nə dedi mənası? Biz bir ayədən hər hansını demək ki, ləğv edir və ya onu unutdururuqsa, ondan daha xeylisini və ya onun kimisini gətirərik, nə'ti gətirərik. İndi başlayaq bir mənalarını verməyə. Mə nənsəx. Gördüyünüz kimi burada feilin sonunda bir sükun var. Əgər feilin sonunda sükun varsa, bu feilin şərt forması olacaq. Yox, əgər feilin sonunda fəthə varsa, onda bu feilin arzu forması olacaq. Burada mə, bu şərt ədatıdır. Demək, feillərin sonunu neynir? Sükunlaşdırır. Mənası hər nəyidir. Hər nəyi. Nənsəx mənası biz unutdursaq. Nənsəx biz feildir. Birinci şəxsdədir. Morfoloji baxımdan həm kişi və həm də qadın cinsindədir. Feil nəsəxa feilindən əmələ gəlib. Demək, nənsəx birinci şəxsdədir, kökü nəsəxadır. Min mənası dan-dən, ön qoşmadır. Özündən sonra gələn ismin yiyəlik halda olmasını tələb edir. Min əyətin mənası hər hansı bir ayədən mənasındadır. Əyətin qeyri-müəyyənlikdədir. Mənası hər hansı deməkdir. Əyətin, əyə isimdir, qadın cinsindədir və yiyəlik halındadır. Niyə görə yiyəlik halındadır? Çünki min ön qoşması ismin sonunu neynədir? İn. Bununla vasitəsilə bildik ki, bu artıq yiyəlik halındadır. Əv nunsihə mənası və ya bağlayıcıdır. Nunsihə, onu unutdururuqsa. Nunsihə feili, feilin 4-cü babındadır. Feilin kökü ənsə idi. Ənsəyə oldu ənsə, keçmiş zamanı. Nunsi bunu nədir? Arzu formasında olacaqdır. Üzr istəyirəm, şərt formasında olacaqdır. Burada yə hərfi düşübdür. Sindən sonra burada bir yə hərfi var idi, o düşüb. Niyə görə? Çünki şərt feilin şərt formasında sonunda sükun olduğuna görə yə hərfini burada neynədir? Saldı. Bu demək, morfologiya elminin, yəni feillərin təsrif modelində bunları daha da aşkar eləmək olar. Feillərin təsrif dərsinə baxmaq lazım buna görə. Əv nunsiha və ya onu unutdururuqsa, hə burada məf'ulun bihdir. Feil üçün məf'ulun bihdir. Yəni, feil üçün vasitəsiz tamamlıqdır. Sonra nə'ti bu feilin şərt formasıdır. Şərt forması, yəni biz gətirsək mənasındadır və yaxud biz gətiririk, biz gətirsək mənasındadır. Bi xayrin, bir xeyri, bir ön qoşma, xayrin, xayrinin əslində mənası daha xeyirli deməkdir, daha xeyirli. Demək, bu sifətin ən üstünlük dərəcəsindədir. Xayrin əslində bu əxyarun idi, əxyarun. Sonra çevrildi oldu xayrin, yəni daha xeyirli deməkdir. Demək, sifətin ən üstünlük dərəcəsindədir. Minhə, ondan tərkibi min ön qoşması dan-dən və hə bitişən əvəzliyindən nədir? İbarətdir. Hə qadın cinsindədir, yəni müənnəsdir. Üçüncü şəxsdədir və təkdədir. Əo
və ya bağlayıcıdır. Mislihə mənası onun kimisi. Onun kimisi. Bu izafət birləşməsidir. İzafətin birinci tərəfi misli birinci tərəfi isimdir. Hə izafətin ikinci tərəfidir. İkinci tərəfidir. Misli təyinlənən tərəf. Misli təyinlənən tərəf. Buna ərəb dilində deyəcəyik biz muzaf. Hə isə nədir? Muzafun ileyhdir. Muzafun ileyh. Sonra gəlir ayədə. Ələm tə'ləm ennəlləhə alə kulli şeyin qadir. İndi mənasına baxaq. Ələm tə'ləm. Bilmədimmi ki, Allah hər bir şeyə qadirdir? İndi baxaq. Burada sual ədatıdır. Buna deyirlər mi, mu, mü. Dilimizdə Azərbaycan dilində mi, mu, müdür. Sual ədatı. Türk dilində buna soru ədatı deyirlər. Azərbaycanda sual ədatı. Demək, ləm burada mamə bildirir və feilin şərt forması ilə işlədilir. Ləm tə'ləm, yəni mənası bilmədimmi. Ləm tə'ləm. Ləm ədatı feilin indiki gələcək zamanını keçmişə aparır. Bir də təkrar edirəm. Bilmədimmi ki, tə'ləm, yəni sən bilmədin. Bu feilin şərt formasıdır. Gördüyünüz kimi feilin sonunda nə var? Sükun var. Biz biləcəyik ki, bu feilin şərt formasıdır. Buna fiilun məzzum deyirlər. Yəni sonunu nenib? Sükun var. Ennəlləhə mənası ki Allah, ennə burada bağlayıcıdır. Özündən sonra gələn ismin təsirli halda olmasını tələb edir. Buna ərəb dilində təkid və nəsb ədatı da deyirlər. Allah xüsusi isimdir və təsirlik halındadır. Niyə görə? Çünki ennə Allah kəlməsini təsirli halına saldı. Allah kəlməsi xüsusi isimdir. Alə kulli şeyin qadir. Allah hər bir şeyə qadirdir. Alə, ya deməkdir. Ön qoşmadır. Kulli şeyin izafət birləşməsidir. İzafətin birinci tərəfi kulli, ikinci tərəfi şeyindir. Kulliyə deyəcəyik bizdə muzaf, şeyinə deyəcəyik muzafun ileyh. Kulli mənası hər deməkdir. Şey, yəni şey deməkdir. Hər bir şeyə qadirdir, qadirun. Bu bizdə olacaq sifətdir və sifətin mübaliğə dərəcəsindədir və nədir? Qeyri-müəyyənlikdədir. Sonra ələm tə'ləm, yenə də görmədimmi ki, ennəlləhə, ki Allah, ləhu mulkus səməvati vəl-ard, yəni göylərin və yerin mülkü Allahındır. İndi başlayaq bir də deməyə, bir də tərcümə eləməyə. Ələm tə'ləm. Burada soru ədatı deyirlər türk dilində. Azərbaycan dilində deyirlər sual əvəzliyi. Mi, mu, mü. Ləm, mamə inkar ədatıdır. İndiki gələcək zaman feili ilə işlədilərək sonunu sükunlaşdırır. Yəni feilin şərt formasına çevirir. Tə'ləm mənası sən bilmədinmi ki, ikinci şəxsdədir. Kişi cinsindədir və təkdədir. Ennəlləhə, ennə bağlayıcıdır. Ki Allah, ki bağlayıcıdır burada. Ennəyə təkid və nəsb ədatı da deyirlər. Ennədən sonra gələn isim təsirli halında olur. Sonra ləhu mənası onundur. Onundur. Li ön qoşması, bir də hu bitişən əvəzliyindən ibarətdir.
li burada ön qoşması məxsusiyyət bildirir. Yəni Allaha məxsus olduğunu bildirir. Yerlərin və göyün məxsusluğunu li ön qoşması burada bildirir. Əslində lihu idi, çevrildi ləhu şəklində oldu. Hu bitişən əvəzlikdir, kişi cinsindədir, təkdədir. Mulkus səməvati vəl-ərd. Yəni mulkus səməvati göylərin və yerin mülkü deməkdir. Mulku izafət tərkibinin birinci tərəfidir. Buna deyirlər muzaf. Əs-səməvati buna deyirlər muzafun ileyk. Muzafun ileyk. İzafətin birinci tərəfi mulku, əs-səməvati, ikinci tərəfi isə yəlik halındadır. Əs-səməvatiyə buna deyirlər isimlərin qadın cinsinin düzgün cəmi, ətun şəkilçisi ilə cəmlənib. Burada izafətin səməvati, izafətin ikinci tərəfi olduğuna görə yəlik halını qəbul edib. Vəl-ərd. Burada vəl-ərzə ərzun kəlməsinə mə'tuf deyirlər. Yəni, vava bağlılığı vardır. Və izafətin bu da nədir? Tərəflərindən biridir. Vəl-ərdi yəlikdədir. Niyə görə? Çünki mulkunun nədir? Mulkus səməvatinin tərəflərindən biridir. وَمَا لَكُمْ مِنْ دُونِ اللّٰهِ مِنْ وَلِيٍّ وَلَا نَسِيرٍ Mənası belə olar. Yoxdur sizə, وَمَا لَكُمْ yoxdur sizə Allahdan başqası. Demək, sizə Allahdan başqa nə valiyin, nə sahibiniz, nə də köməkçiniz, nə dostunuz, üzrsən bu dostunuz deməkdir, nə dostunuz, nə də bir köməkçiniz olar. Və burada bağlayıcıdır. Mə ləkum, mə inkar ədatıdır, ləkum sizin üçün yoxdur mənasındadır. Mə inkar ədatı, ləkum əslində likum idi, likum, li ön qoşması və kum bitişən əvəzliyindən ibarətdir. Oldu ləkum, min dunilləh, min tandən, dunilləh Allahdan başqası deməkdir. Duni izafətin birinci tərəfidir. Buna deyəcək muzaf, yəlik halındadır. Çünki min ön qoşması təsir elədi ona. Muzaf. Sonra Allah kəlməsi isə muzafun iləkdir. İzafətin ikinci tərəfidir. Bu yəni təyinidir. Sonra min valiyin və lə nəsir. Min tandən valiyin. Bunun mənası vəli deməkdir, dost deməkdir. Dost və lə nəsir. Nə bir dost, nə də bir köməkçi mənasındadır, olar. Valiyin isimdir. Və lə nəsirin bu da nədir? Bizdə isim olacaq. Lə burada inkar ədatıdır. Sonra 108-ci ayə. Əm turidunə ən təsəlu rasuləkum kəmə suilə Musa min qabl. İndi bunu tərcümə edək. Əm, yoxsa istəyirsinizmi ki turidunə bundan qabaq, burada bundan qabaq, buradan başlayacaq tərcümə. Bundan qabaq Musa sorğu suala çəkildiyi kimi siz də sorğu suala çəkəsiniz. Əm, burada yoxsa mənasında bağlayıcıdır. Turidunə mənası istəyirsiniz deməkdir. Bu, əradə feilin 4-cü babındadır. Əradə, yuridu, turidu feilin 4-cü babındadır. Turidunə mənası siz istəyirsiniz. İkinci şəxsdədir, kişi cinsindədir və cəmdədir. Ən təsəlu, bu feilin arzu formasındadır. Arzu forması, mənası ən təsəlu, siz istəyirsinizmi? Siz istəyirsiniz arzu formasında. Ən burada ədatdır. Sonda nun düşüb. İndiki gələcək bu ən ədatı feilin indiki gələcək zamanını neyinir?
arzu formasına çevirir. Nun burada düşüb, yoxdur. Nun hərfi yoxdur, düşüb. Ən təsəlu, yəni sizin soruşmağınız deməkdir. Hərfi tərcüməsi. Sizin soruşmağınız səələ feilindən törənib. Rasuləkum. 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 Bu izafət birləşməsidir. Sizin rəsulunuz deməkdir. Yəni sizin peyğəmbəriniz. Rasulə izafətin birinci tərəfidir. Təsirli halındadır. Çünki təsəlu feili, bu təsəlu feili rasuləri saldı təsirli halına. Bu rasulə izafətin birinci tərəfi, kum isə izafətin ikinci tərəfi. Rasuləyə deyəcək muzaf, kum isə muzafun iləkdir. Kəmə su ilə. Burada kəmə məstər hərfidir, məstər. Demək, burada su ilənin mənasını, feilin mənası məstərə çevirir. Mənası soruşulduğu kimi olacaq mənası. Su ilə feildir. Məchul növdədir. Su ilə, səələ soruşmaq, su ilə soruşulmaq deməkdir. Həmzəli feillər qrupuna aiddir. Musa bu xüsusi isimdir və hallanmaz. Çünki sonunda nə var? Ya var. Belə isimlər ərəb dilində hallanmır. Min qablu öncədən deməkdir. Min, dan, qablu isə zərfdir, öncə deməkdir. Min qablu öncədən deməkdir. Sonra və mən yətəbəddəlil kufrə bil imani, bax, bura qədər tərcümə eləyək. Və kim, buna deyəcəyik biz, demək, şərt ədatı. Və mən yətəbəddəlil kufrə, kim, küfrü imana dəyişsə, kim küfrü imana dəyişsə, yətəbəddəlil, bu feilin 5-ci babındadır. Təbəddələ, yətəbəddəlu, təbəddülun. Feilin 5-ci babındadır. Kökü bədələ. Burada tə hərfi babın hərfidir. İndiki gələcək zamandadır. Yətəbəddəlir kufra, küfrü isimdir, müəyyənlikdədir və təsirli halındadır. Niyə görə təsirlikdədir? Çünki yətəbəddəlil feil. Bunu saldı təsirliyə. Burada bir haşiyə çıxım. Əslində yətəbəddəl şəklində idi. Bax, burada bir dənə sükun var idi. Sükun. İki sükun toqquşduğuna görə ləmin üstündən sükun götürüldü. Hecanın açılması üçün bura bir kəsrə verildi. Yətəbəddəl oldu, yətəbəddəlil kufrə şəklində oldu. Sonra bil imani, yəni iman və yaxud imanın əvəzində də demək olar. İmanın əvəzində və yaxud imana demək olar. Bir, ön qoşma, ya, əl-imani, iman isimdir, yiyəlik halındadır və müəyyənlikdədir. Fəqad dallə səvə əs-səbil. Fəqad artıq, yəni fəqad ərəb dilində işin bitdiyinə işarədir. Demək, burada bağlayıcı, fəqad burada ədatdır. Feillərlə işlənir və işin bitməsinə işarə edilir. Yəni, iş bitib. Fəqad dallə beləliklə o düz yoldan nədir? Düz yoldan azacaqdır. Dallə feildir, muzaf feildir. Dalələ idi, kökü oldu dallə. Üçüncü şəxsdədir, kişi cinsində və təkdədir. Səvə əs-səbil, səvə, yəni doğru deməkdir. Doğru. Səbil isə nədir? Yol deməkdir. Səvə əs-səbili izafət birləşməsidir. Səvə kəlməsi izafətin birinci tərəfidir. Və səbil isə izafətin ikinci tərəfidir. Səvə muzaf, səbil isə muzafun iləkdir. Sonra gəlir 194
9-cu ayə. وَدَّ كَثِيرٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا. Aha, indi baxaq burada. Əhli kitabdan vəddə istəmək deməkdir, kəsirun. Əhli kitabdan bir çoxu istər ki, sizi imanınızdan sonra kafirlərə qaytarsınlar. Yaruddunakum. İndi bir baxaq. Vəddə mənası istəməkdir, muzaf feildir. Kəsirun çoxsu bu sifətdir, fəilun modelindədir. Qeyri-müəyyənlikdədir. Demək, bu oldu bizə sifət. Min dandən əhlil kitəbi izafətdir. Kitab əhlindən. Əhli izafətin birinci tərəfi. Muzaf. Əl-kitəbi isə muzafun ileyhdir. Ləo yaruddunakum. Burada ləo məstər hərfidir. Bağlayıcı deyil burada. Məstər hərfi, məstər. Feilin indiki gələcək zamanını məstərə çevirir. Yaruddunakum, yəni sizi qaytarmaq istəyirlər mənasında. Sizin qayıtmağınızı istəyirlər. Gördünüz mü? Məstərə çevirdi. Yaruddunakum. Bu yaruddunakum raddə yaruddu feilindən törənib. Feilin keçmiş zamanı raddə yaruddunə indiki gələcək zamandadır. Yaruddunakum, yəni sizi istəyirlər. Nə eləməyə? Ləo, sizin qayıtmağınızı yaruddunakum, sizin qayıtmağınızı istəyirlər mənasındadır. Yaruddunakum hərfi tərcüməsi sizin qayıtmağınızı vəddə istəyirlər burada. Artıq bunu tərcümə etdik. Demək, min dandən bəğdi sonra imanikum sizin imanınız deməkdir, kuffəran kafirlərə. Aha, bir də tərcümə eləyək. Vəddə kəsirun min əhlil kitəbi demək, əhli kitabdan olanların çoxu istərlər ki, vəddə kəsirun istərlər ki, neynəsin? Demək, sizin imanınızdan sonra kafirlərə qaytarsınlar. Bax, bu cür olacaq. Həsədən min indi ənfusihim min bəğdi mə təbəyyənə ləhumul haqqu. Aha, burada biraz ayələr qarışıqdır. İndi biz bunu tərcümə eləmək üçün gəlin burada baxaq. Onlara ləhumul haqqdan, bax ayənin axırından başlayacağıq. Onlara haqq bəyan olduqdan sonra təbiətlərindəki, bax burada min indi ənfusihim təbiətlərindəki demək həsədçilikdən. Bu tamamlıqdır. Burada təbiətlərindəki həsədçilikdən, yəni bunu edirlər. Bunu edirlər mötərizə içindəki həsədçilikdən. Həsəd olaraq, bax belə tərcümə eləmək olar. Həsəd olaraq, həsədən isimdir, təsirli halındadır. Min, dandən, indi, yanında, zərfi ön qoşmasıdır. Ənfusihim, indi ənfusihim, özlərinin yanında deməkdir. Yəni, təbiətlərindəki mənasındadır. Tərcümədə təbiətlərindəki, min bəğdi, mə təbəyyənə ləhumul haqqu, onlara, demək, haqq bəyan olunduqdan sonra, mə burada məstər hərfidir. Min dandən bəğdi, zərfi ön qoşmadır. Mə məstər hərfidir. Təbəyyənə, aydın olmaq deməkdir. Aydın olmaq, açıqlama mənasındadır. Ləhumul haqq, onlara haqq mənasındadır. Burada məstər hərfi təbəyyənə, feilin 5-ci babındadır, təfəələ babındadır. Təfəələ, yətəfəəlu təfəulun,
təbəyyənə, yətəbəyyənu, təbəyyunun. Bax, bu feilin 5-ci babındadır. Kök bəyənədəndir. Ləhumul haqq. Onlara haqq. Ləhumul əslində li idi burada. Lihumul idi, oldu ləhumul. Li ön qoşma. Humu. Əslində humu hum idi burada. Burada bir sükun var idi. Sükun. Sükunla sükun toqqaşdı. Mimin üstündəki sükun atıldı. Bura köməkçi bir zəmmə atıldı. Zəmmə atıldı. Sonra fəğfu vəsfəhu fəğfu vəsfəhu həttə yətiyəllahu bi əmri. İndi bunun mənasına baxaq. Axırdan başlayacaq burada. Allahın öz əmri, Allahu bi əmri, Allahın ömrü, Allahın əmri sizə gələncəyə qədər onları əhv edin, vəxfu və qınamayın, vəsfəhu, vəsfəhu. Fəğfu, fə burada bağlayıcıdır. İğfu, əslində fəğfu, fəiğfu idi. Burada feili təkidi əmr formasının həmzəsi birləşdirici olduğuna görə oldu fəğfu. Əslində fəiğfu idi. Demək, iğfə bağlayıcı, iğfu, əhv edin, siz əhv edin. Ғafə feilindəndir, ikinci şəxsdədir və cəmdədir. Vəsfəhu və isfəhu idi əslində, oldu vəsfəhu və bağlayıcı. İsfəhu qınamayın deməkdir. Feilin kökü safəhədir. Qınamayın. Bu da təkidi əmr formasındadır. İkinci şəxsdədir və cəmdədir. Sonra həttə yətiyə. Aha, burada həttə burada feillərlə işlənir və feilin arzu formasını əmələ gətirir. Burada həttə feilin sonunu gördünüz, fəthələndirdi. Demək, bu feilin nədir? Arzu formasıdır. Buna ərəb dilində fiilun nəsb deyirlər. Demək, həttə ön qoşması feilin sonunu neynədi? Fəthələndirdi. Mənası sizə gəlincəyə qədər yətiyə, həttə yətiyə. Ətə feilindəndir. Feilin kökü ətədir. Həttə yətiyəllahu bi əmri. Allahın əmri gələncəyə qədər mənasındadır. Bi əmri, onun əmri deməkdir. Bi, ön qoşma, əmrihi, əmri izafətin birinci tərəfi, hi, izafətin ikinci tərəfidir. Əmri muzaf, hi isə muzafun iləkdir. İnnəlləhə alə kulli şeyin qadir. Həqiqətən Allah, innə, modal söz, buna ərəb dilində təkid və nəsb ədatı deyirlər. İnnənin məqsədi yalnız və yalnız cümlənin nitq hissəsinin ləfzində dəyişiklik edir. Yəni, halını dəyişir, amma mənasını dəyişməz. Özündən sonra gələn ismi təsirli halına salar. İnnəlləhə, həqiqətən Allah, alə kulli şeyin qadir. Hər bir şeyə qadirdir. Alə. Burada A-ə-ya-yə, kulli, hər deməkdir. İzafətin birinci tərəfidir. Şeyin, bir şey deməkdir. Qeyri-müəyyənlikdədir. İzafətin ikinci tərəfidir. Buna deyəcək muzaf, kulliyə deyəcək muzafun ileyk. İkisi də isimdir. İsim. Qadir, bu sifətdir. Mübaliğə dərəcəsindədir və qeyri-müəyyənlikdədir. İndi keçək 110-a. Bəqərə surəsi 110. Və əqimus salətə. Mənası vəf başlama hərfi. Əqimu, qılın. Əmr formasıdır. Qamə feilindən götürülüb. Əqimu, siz qılın. Feilin ikinci şəxsindədir və cəmdədir. Əqimu, siz qılın. Əs-salətə, namazı. Salətə, isimdir burada. Sonra və bağlayıcı. Ətuz zəkətə, zəkatı verin.
Ətu əmr formasıdır feilin. Ətə feilindəndir. Və ətə dedikdə burada feilin 4-cü babındadır. Ətə feil, ətə isə onun köküdür. Zəkətə, zəkatı təsirli halındadır. Niyə görə? Ətu feili təsirli feil olduğuna görə bunu saldı təsirli halına. وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللّٰهِ. Burada Allah Teala buyurur ki, özünüz üçün əvvəldən hazırladığınızı, demək, hazırladığınız bir xeyri, xayrında burada, Allah qatında taparsınız. İndi başlayaq. وَمَا تُقَدِّمُوا və burada bağlayıcı mə, burada məstər hərfidir. Məstər hərfi. Tuqaddimu hazırladığınızı. Tuqaddimu ayrı, bunun hərfi tərcüməsi hazırlayırsınızdır. Amma mə tuqaddimu hazırladığınızı gördüyünüz kimi feilin mənasını məstərə çevirir. Bax, bir dənə bu mə. Bu məstər hərfidir. Tuqaddimu bu feilin 4-cü babındadır. Tuqaddimu bunun indiki gələcək zamanındadır. Və mə tuqaddimu isə burada tuqaddimunun sonunda gördüyünüz kimi nun hərfi düşüb. Nun hərfi düşüb. Demək, bu feilin bizdə olacaq nə? Şərt forması. Çünki axırda nun hərfi yoxdur, düşüb. Və mə tuqaddimu hazırladığınızı mənasındadır. Li ənfusikum özünüz üçün. Li üçün, ənfusikum özünüz. Ənfusi izafətin birinci tərəfidir. Muzaf, kum muzafun ileyhdir. Min, dandən, xayrin mənası bir xeyri, xayrın bu sifətdir. Təciduhu onu taparsınız. Onu taparsınız. Təcidu feildir. Hu onu taparsınız. Əslində təcidunə idi. Hə bitişən əvəzi ilə işlədiyinə görə nun düşdü, oldu təciduhu. Onu taparsınız indallah. Allah yanında. İndə yanında, qatında. Buna zərfi ön qoşma deyirlər. İzafətin birinci tərəfidir. Allah izafətin ikinci tərəfidir. İnnallâhe bimə tə'məlûne bəsir. Həqiqətən Allah sizin elədiklərinizi sizin elədiklərinizi görəndir. İnnə modal söz özündən sonra gələn ismi təsirli halında idarə edilir. Allah'a xüsusi isimdir. Bimə, yəni o şeyi mənasındadır. Bir, ön qoşma. Burada i, u, ü, mə, nə. O şeyi mənasındadır. Nə ki şey mənasında gedir. Tə'məlûnə bilirsinizdir. Amilə feilindən də bilirsiniz. Bəsir. Yəni Allah sizin elədiyiniz bütün işləri neynədir? Biləndir. Bəsirun. Görəndir. Üzr istəyirəm, görəndir. Bəsirun. Bəsara feilindən əmələ gəlibdir bu. Fəilun modelindədir. Demək, bu sifətin nədir? Ən üstünlük dərəcəsindədir. 111. Və qalu lən yədxuləl cənnətə illə mən kənə hudən əv nəsara. Bax, bura kimi tərcümə eləyək. Onlar dedilər, lən yədxuləl cənnətə, girməyəcək cənnətə, illə mən kənə hudən əv nəsara. Yahudilərdən və nəsranilərdən başqa illə cənnətə girməyəcək heç kim. Və bağlayıcı qalu dedilər. Qalə feilindən törənib 3-cü şəxsdədir, kişi cinsindədir. Lən yədxulə girməyəcək. Lən arzu formasındadır. Lən yədxulə gördüyünüz kimi feilin sonunda fəthə var, arzu formasındadır. Lənin məqsədi əsas
Feilin indiki gələcək zamanını inkara çevirir. İnkara çevirir. Lən yədxulə, girməyəcək və ədatın məqsədi indiki gələcək zaman feilinin nədir? Məsdərə çevrilir. Lən yədxulə, girməyəcək, əl-cənnətə, cənnətə isimdir. İllə, məgər savayı başqa, mən, kim, bu burada nisbi əvəzlikdir. Kim, kənə, oldu, hudən, demək, Yahudi, əv nəsara və nəsrani. Nəsranilərdən, bu cəmdədir. Nəsranilər, hudən, Yahudilər deməkdir. Demək, nədir? Bir də ayəni deyirəm inşallah sizlərə. Onlar dedilər, Yahudilərdən və nəsranilərdən başqa heç kim cənnətə girməyəcək. İndi gəlik növbəti sətrə. Tilkə əməniyyuhum. O, tilkə işarə əvəzliyidir. O, qadın cinsindədir. Əməniyyuhum, onların xülyalarıdır. Xülyalarıdır. Əməniyyu isimdir. İzafətin birinci tərəfi. Hum, izafətin ikinci tərəfidir. Əməniyyu muzaf, hum isə muzafun iləkdir. Qul hətu burhanakum in kuntum sadiqin. De, əgər doğru danışansınızsa, öz subutlarınızı, dəlillərinizi gətirin. Qul, feilin əmr formasıdır. Qalə feilindən törənib. Qul, sən de. Hətu, bu feilin əmr formasıdır. Buna ismi feil də deyirlər. İsmi feil. Hətu, gətirin. Burhanakum, siz dəlillərinizi, burhənə, izafətin birinci tərəfi, kum, izafətin ikinci tərəfidir. Buna burhənə, buna deyəcəyik muzaf, kum isə nə olacaq? Muzafun ilik. İn kuntum sadiqin, in əgər şərt ədatıdır, kuntum oldunuz, kənə feilindəndir, ikinci şəxsdədir, cəmdədir. Sadiqin, sadiqlərdən mənasındadır. İsmi faildir, cəmdədir. Təki sadiqun, cəmi sadiqunə adlığı sadiqinə yəli təsirlidir. Bu niyə görə yəli təsirli oldu? Çünki kuntum, bax bu, sadiqunəni saldı sadiqinəyə. Əgər doğru danışansınızsa, bax belə. Keçirik 112-yə, bəli, 112-ci ayə gəlir bizdə, sonuncu ayə. Bələ, mən əsləmə vəchəhu lilləhi, bura kimi gələ, xeyr, kim öz üzünü Allaha təslim edərsə, mən, bura şərt ədatıdır, və huvə muhsinun, və o, yaxşı əməl sahibidir. Fələhu əcruhu ində rabbihi. Fələhu əcruhu, yəni onun Allah yanında, yəni nə vardır? Mükafatı vardır. Sonra indi başlayaq bir-bir tərcümələrə. Bələ, xeyr, bunun bəli variantları da var, amma burada təkid mənasında işlədim. Xeyr, mən əsləmə, kim? Burada nisbi əvəzlikdir. Buna şərt ədatı da demək olar buna. Şərt ədatı. Əsləmə, təslim olmaq deməkdir. Təslim olmaq feilin 4-cü babındadır. Səlimə feilindəndir. Kişi cinsindədir, 3-cü şəxsdədir. Vəchəhu, tərcüməsi öz üzünü, vəchə, üz, hu, öz üzünü, vəchə, izafətin birinci tərəfi, hu, izafətin ikinci tərəfidir. Lilləhi, demək, li Allaha, Allaha, li, a-ə-ya-yə, Allah isə Cəllə Cəlaluh, yəlik halındadır. Və huvə, və bağlayıcı, huvə o, şəxs əvəzliyidir, kişi cinsindədir. Muhsinun, bu ismi faildir. Əhsənə, muhsinun, yəni yaxşı iş görmə. Muhsinun, yaxşı iş görmüşdür. Fəlahu əcruhu, beləliklə onun
əcruhu, onun əcri Rəbbinin yanında olar mənasında, Rəbbinin qatında olar. Fələhu, fə bağlayıcı, ləhu, yəni ona məxsus, ona deməkdir, li ön qoşması və hu bitişən əvəzindən ibarətdir. Ona, əcruhu, onun əcri deməkdir. Əcru, izafətin birinci tərəfi, mükafat deməkdir. Hu, o, öz mənasında da işlənə bilər. İndə, yəni yanında deməkdir, zərfi ön qoşmadır. İndə Rabbihi, öz Rəbbinin yanında, Rabbi, demək izafətin, burada ində izafətin birinci tərəfi, Rabbi izafətin ikinci tərəfi, hi isə izafətin üçüncü tərəfidir. Rabbi burada təyinlənən, hi isə burada nədir? Təyindir. Və lə xavfun aleyhim, onlara qorxu yoxdur. Və lə, burada və bağlayıcı, lə xavfun yoxdur, lə inkar ədatıdır burada. Xavfun isimdir, qeyri-müəyyənlikdədir. Aleyhim, onlara qorxu yoxdur. Və lə hum yəhzənunə, və bağlayıcı, lə inkar ədatı, hum, onlar yəhzanun və onlar nə olmazlar? Hüzünlənməzlər, yəni kədərlənməzlər. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.